Bu alver hasan düzələcək. Alver indi yanvar, fevral dünyanın hər yerində alver zəif olur. Martdır, camaat ləpə, qoz, bayramdır da, nə? Aprel camaat əkində biçində olur. Çox, yəni ancaq əkin biçinə aid aprel ayı. May ayı da boş aydı deyirlər. Nə toy eləmirlər, nə ev tikmirlər. Bilmirəm onun hava düşüb, nədirsə o aya. Deyirlər may ayı boşdur. O da elə getdi. İyun, iyul, avqust dəhşət isti olur. Həm camaat rayonlarda olur, həm də istidən evdən işə çıxmırlar. Sentyabrdır, camaat əlində yaxındakını məktəbdə uşaq az da verir. Tabii məktəbə gedən zaten bəri. Orada da camaatın pulu yerə gedir. Qalır oktyabr, noyabr. Düzdürmü? Onun da birinə ya məhərrəmlik düşür, ya Ramazan. O aylarda elə getdi. Ucu şeydir, dekabr, yanvar. Dekabrda yeni il camaat əlində yaxında yolkadır, yeməkdir, içməkdir, nə bilim indi istirahətə azda gedən. İnşallah o birisi yanvar, fevral gəlir çatır. Yəni alver belədir. Əsas məsələ odur, Temu ilə trend yol işləyir. Əsas olardı, işləyirlər və səlam, bizdən zərər yoxdur. Amma belə düzəlmə şansını gözləyirsənsə, o yox, o olmayacaq. Elə nədir odur? Oğlana qaynı ol, ay bir gün səhər yaxşı olacaq, bir gün pis olacaq. Bu uydurmaları da özümüzə təsəlli edirik. Yəni alver olanı budur. Allah'ım ikimiz böyle bağırsak ya. Hasan alver eləyəcək bəs. Öyle o bu taraf.